qonağı uzman cərrah oftalmoloq Cahid Şahbazovdur. Əlaqə yaratmaq istəyənlər varsa, buyurun Kaspian International Hospitala müraciət edə bilərsiniz. Cahid doktor, xoş gördük sizi. Necəsiz? Sağ olun, minnətdaram. Salamlayıram sizi və izləyicilərinizi. Ekzemir lazer əməliyyatları. Bir daha təkrar etmiş olsaq, kimlərə uyğundur? Ümumiyyətlə nədir bu əməliyyat? Niyə biz bu əməliyyatlardan hələ də qorxuruq? Hələ də eynək taxırıq? Səbəb nədir? Bəli. Eynəkdən qurtulma əməliyyatlarının bu növü ekzemir əməliyyatı təqribən 40 illik bir tarixə malikdir. Əslində 70-ci illərdən bəri tətbiq olunmağa başlayan, amma 80-ci illərdən bəri aktiv tətbiq olunmağa, daha yaygın tətbiq olunmağa başlayan və 90-cı illərdə artıq bu əməliyyat FDA onayını almışdı və bütün dünyada yaygın olaraq 35-40 ilə yaxındır ki, istifadə olunur. Qorxulacaq bir əməliyyatdır, çünki hər tərəfli araşdırılıb. Niyə görə araşdırılıb? Kimə əməliyyat olar ya da kimə olmaz sualının cavabını biz tam konkret bilirik. Mənim timsalımda bir çox insana, bizim əhalinin təqribən 20-30%-na təəssüf ki, ekzemir əməliyyatını icra edə bilmirik və bunlar üçün alternativ əməliyyat üsulları axtarırıq və yaxud bəziləri mənim kimi eynəkdən qurtulma əməliyyatına tabi olmadan da həyatlarını eynəklə davam edirlər. Bunu bizim müayinəyə gələn pasiyentlər ən aşikar şəkildə bilir, çünki bəziləri təəssüf ki, göz yaşı ilə ayrılır müayinə otağından, sənə əməliyyat mümkün deyil cavabı aldığı üçün. Burada mən də bildirirəm ki, misal üçün mənim gözümdə bir çox parametrə görə uyğun gəlmir. Kimlərə uyğundur? Yaş kateqoriyasına bölməliyik. Bu 18-40 yaş arası tətbiq olunan əməliyyat növüdür. 40 yaşından sonra başqa əməliyyat növlərini tətbiq edirik. Ekzemir lazer deyil. 18 yaşına qədər də bəzi istisna hallar olmaq şərti ilə bu əməliyyatları icra etmirik. Çünki mənfi nömrələrin ya da müsbət nömrələrin tam oturmadığını və zaman içində dəyişmə ehtimalı olduğunu bilirik. Bəzi insanlara 18 yaşında müayinə edib sənin əməliyyatını 1-2 il daha izləyək, sonra edək deyirik. Bu 20'li yaşlara təkabül eləyir. Bəzilərində isə mənim kimi illər də izləsək belə buynuz qışa parametrələri əməliyyata uyğun gəlmədiyi üçün tətbiq edə bilmirik. Burada bir neçə ölçü vacibdir. Buynuz qışanın qalınlığı vacibdir. Biz bilirik ki 500 mikron və üzəri olmalıdır buynuz qışanın qalınlığı. Biz o ya da bu nömrəni silə bilək deyə. Misal üçün mənimki 476-dır və uyğun deyil. İkinci parametr yaş parametridir. Biz dedik ki 18-40 yaşına qədərdir. Üçüncü parametr bizim göz yaşı təbəqəmizin vəziyyəti. Ciddi quru gözdə və yaxud quru gözün varlığında da bu əməliyyatlar əks göstərişdir. Üçüncü parametr buynuz qışağımızın çox dik və yaxud çox yastı olması. Bu da əməliyyata əks göstərişdir. Bunu biraz açaq, biraz müzakirə edək. Dik və yastı nə deməkdir? Biz buynuz qışada mənfi nömrələri silərkən onu yaslılaşdırırıq. Əgər əzəldən bir yastı buynuz qışağı varsa, misal üçün biz bunu yastı nə deyirik? Keratometrik dəyərlərə görə. Biz bilirik ki, ortalama dəyərlər 44 diopridir, buynuz qışağımızın qırıcılıq gücü. Əməliyyat sonrası bunu 35-in, 34-ün altına endirməməliyik. Mən 34 demirəm, 35 deyirəm. Misal üçün bir pasiyentin buynuz qışağı xəritələrindəki keratometrik dəyərləri 38 diopridir və siləcəyimiz nömrə misal üçün mənfi 5-6-dır. Əməliyyat sonrası buynuz qışağı qırıcılığı 33-34 diopri enəcək. Bu olmaz. Çox yastı buynuz qışa olacaq. Kornea plana adı verdiğimiz bir hala gələcək. Və bu pasiyentlər əməliyyat sonrası görməsini itirə bilər. Və ya bir pasiyentin buynuz qışası çox dikdir. Biz onu müsbət nömrəsini sildiyimiz zaman biraz daha dikləşdiririk. Buynuz qışağımızı əməliyyat sonrası 48 dioprin üstünə çıxartmamalıyıq. Əzəldən buynuz qışası misal üçün 45-46-dırsa və biz bu pasiyentdə 4-5 nömrə silmək istəyiriksə, müsbət nömrələri silərkən biraz daha dikləşdirmiş oluruq buynuz qışağını və dolayısıyla əməliyyat sonrası süni olaraq keratokonus vəziyyəti yarada bilərik. Bu da əməliyyata əks göstərişdir. Nə saydıq biz? Pasiyentin yaşı, buynuz qışağının qalınlığı, quru göz parametrimiz və diklik vəziyyətimiz. Əlbəttə ki, bunlar və 5-ci amil olaraq yanaşı xəstəlikləri. Pasiyentin yanaşı xəstəliyi, bu diabet əks göstəriş olmaya bilər, əgər başlanğıc mərhələdirsə. Amma pasiyentdə yanaşı başqa revmatoloji xəstəliklər varsa, bu fəsad olaraq üveytə gətirib çıxartıbsa, pasiyentin öz gözündə başqa bir xəstəlik varsa, keçirilmiş keratitə bağlı çapıqlar varsa, mirvarı suyu varsa, buynuz qışasında keratokonus ektaziya varsa, bu əməliyyata əks göstərişdir. Dolayısıyla biz buynuz qışağının xəritəsini çəkərək, quru göz testləri edərək, təqribən bir yarım saat, 40 dəqiqəlik müayinədir. Sizə bu əməliyyatı icra etmək
etmək olar və yaxud olmaz deyirik. Və birinci və bir də kontraindikasyon, yəni əks göstəriş mənfi nömrələr ya da müsbət nömrələrin hədsiz çox olması. Ekzemir əməliyyatlarında müsbət 4 yarımın üstündə 5 nömrəsini silmirik və mənfi nömrə 9-un üstündədirsə yenə də silə bilmirik. Misal üçün bir pasiyent müsbət... Yəni mümkün deyil, yoxsa məsləhət deyil? Mümkün deyil və məsləhət deyil. Misal üçün bir pasiyentimiz müsbət 6-7 nömrə ilə gəlibsə, bunun müsbət 4-ünü silib geriyə 3-4 nömrə saxlamağın yeri yoxdur. Bu pasiyentlərə ICL əməliyyatı təklif edirik. Və yaxud bir pasiyent gəlib, onun nömrəsi 9 yox 10-dursa, biz rezidual, yəni qalıq mənfi 1-ə görə 9 nömrəni silə bilərik. Bir o qədər də problem deyil. Amma pasiyentin gözündə 12, 13, 14, 15 mənfi nömrə varsa, 9 silib geridə 6 nömrə saxlamağın bir mənası yoxdur. Dolayısıyla nə olacaq? Müsbət mənfi nömrələri biz ICL əməliyyatıyla siləcəyik. Burada ekzemir əməliyyatı etməyə mənası yoxdur. Ümumiyyətlə sildiyimiz nömrənin 20%-nin altında qalıq nömrə qala bilər. Misal üçün biz mənfi 9 silib geriyə mənfi 1 buraxa bilərik. Amma mənfi 9 silib geriyə 2-3 nömrə buraxa bilmərik. Bu pasiyentlərə ICL əməliyyatı təklif edirik. Dolayısıyla biz burada 6 əks göstəriş parametrini saydıq. Yenə də sayaq: yaşımız, buynuz aşağı qalınlığımız, dikliyimiz, quru gözümüz, yanaşı xəstəliklər və mənfi müsbət nömrənin dəyəri bizim üçün əks göstərişdir. Bunların tamamını cəmlədiyimizdə fərz edin ki, gündə mənə nə qədər 10 tutalım, fərz edək ki, 10 pasiyent eynəkdən qurtulma əməliyyatı üçün gəldi. Bunların mən sizə deyim ki, 6-7-si ancaq əməliyyata uyğun olacaq. 3-4-ü təəssüf ki, uyğun olmayacaq ya da alternativ əməliyyat növləri axtarmalıyıq bu pasiyentlər üçün. Doktor, çox gözəl variantlar sadaladınız, amma ən əsası o yaş toxundunuz, yaş məhdudiyyətinə 18-40 deyirik. O yaş aralığında əlbəttə bir seçim var. Əməliyyat yoxsa eynək. Amma 40 yaşın üstündə mənə o seçimi heç kəs verməyəcək. Ona görə burada doğru qərar verilməlidir. Bir həkim kimi doğru məsləhət eşitməliyəm və ya bir dost kimi burada da bir fərqlilik var. Bu da bir aksesuar kimi düşünürəm. Bu mənə narahatlıq verir. Sadəcə əlavə bir yükdür, burnumu əzə bilər, qulaq ətrafı var, məsəl üçün tozlanma ehtimalı var. Bəlkə elə işlə məşğulam ki, o mənə maneçilik törədir. Yəni əməliyyata niyə üstünlük verməyim? Çox gözəl şeylər vurğuladınız siz. Misal üçün nə gəlir? Bizə bəzən pasiyent gəlir, mənfi 2-nin altında nömrələri mən o qədər də çox silməyə sevmirəm. 1-dir, 1 yarımdır. Amma əgər peşəsini icra etməkdə əks göstəriş varsa, hərbi strukturda işləyirsə və yaxud eynək, yəni təhlükəsizlik yönündən, iş təhlükəsizliyi yönündən eynək taxmağa uyğun deyil, yüksəkdə işləyirsə və yaxud belə bir pasiyentlərimiz var ki, dalğıcdır, vadalazdır. Bu suyun altında işləyir, neft burğularında özəlliklə bizə elə pasiyentlər gəlib ki, eynək taxmağı imkansızdır və bu pasiyentlərə biz əməliyyatı iş peşəsini icra etsin deyə məcbur edirik və yaxud bəzən bizə xanımlar gəlir ki, üzr istəyirəm təfərrüata görə, rinoplastika əməliyyatından gedəcək və biz bilirik ki, rinoplastika sonrası eynək taxa bilmirlər. Bunlar 6 ay, 12 aya qədər. Biz də planlayırıq, öncə göz əməliyyatını edib eynəkdən qurtarırıq. Daha sonra da bunlar rinoplastika, burun əməliyyatına gedirlər. Dolayısıyla bəzi belə özəl durumlar da var ki, biz əməliyyata üstünlük vermək məcburiyyətində qalır. Amma bizim müayinəmizə ən azından bir dəfə gələn pasiyent görəcək ki, burada biz bunları əməliyyat etməyə can atmırıq, izah edirik. Yəni siz bunu edə bilərsiniz, eynək taxa bilərsiniz. Eynək taxmaq istəyirsinizsə eynəyinizi seçib yazaq. Eynəkdən qurtulmaq istəyirsinizsə hər tərəfli müzakirə edib, mən hər tərəfli detaylı müayinə etməyi sevirəm və mənim üçün əməliyyata uyğun olmayan xəstəni aşkarladığımda açıq-açıq mən sevinirəm. Bunu yanlış başa düşməsin pasiyentlər. Sevinirəm ki, bunu aşkarladıq və etmədik. Etmədiyimiz üçün daha sonra başımız ağrımayacaq. Nə bizim, nə pasiyentin. Yəni yaxşı ki, aşkarlaya bildik bunu. Əgər quru gözü varsa, mən onu müalicə edirəm 1-2 ay. O quru göz sağalandan sonra əməliyyata alırıq. Əgər buynuz qışası dik və yaxud yastıdırsa, bunu başa salıram, izah edirəm, ICL əməliyyatına yönəldirəm. Yəni, dolayısıyla bu çox incə bir məqamdır. Mən çox sevirəm bu əməliyyatları. Çünki, misal üçün, yaşlı bir insanın mirvari su əməliyyatı edirsən, 0% görməsini 100%-ə çatdırsan, amma yaşlı valideynimiz şikayət edir. Sulanır gözüm, batır, niyə yaxını görmürəm? Yəni, görmən açılıb onu dərk etmir. Pasiyent düşünür ki, 20 yaşındakı kimi göz vəziyyətini, göz sağlığını istəyir. Anlamır ki, bəzi yaşın gətirdiyi vəziyyətlər var. Amma eynəkdən qurtulma əməliyyatı pasiyentləri ən şükür edən, ən sevinən və bizi ən mutlu edən pasiyentdir. Çünki eynəkdən qurtulur və bir möcüzəyə qovuşur. Bir nağıllar aləminə düşür ki, mən
qabaq görmədiyim şeyləri görürəm artıq. Eynəkdə görmədiyim qədər görürəm və onlar ən mutlu, ən xoşbəxt xəstə qrupuna aiddir və bizə ən böyük peşə zövqü verir bu pasientlər. Dolayısıyla bu əməliyyatları mən çox sevirəm və həssas yanaşıram ki, uyğun olmayan pasientləri almayaq və o məyusluğu yaşamayaq. Buynuz qışada o mikron qatlar buxarlanır o sırada. Yəni yeni bir forma vermiş olur əslində. Restrukturizasiya edirik. Başqa bir şəklə dönüşdürürük buynuz qışağını. Buxarlaşdıraraq onun həm ümumi həcmindən bir 10%-ə qədər incəltmiş oluruq, həm də başqa bir struktura gətiririk. Misal üçün, buynuz qışağı çox yastıdırsa, müsbət nömrəli insanlarda onu dikləşdiririk. Əgər mənfi nömrəli insanlarda dikdirsə, onu yastılaşdıraraq biz onun formasını dəyişdirərək dioptriyasını dəyişdiririk. Yəni fizika qanunlarına əsaslanaraq onun şəklini dəyişdiririk. Bir fərqli, başqa bir mərcək halına gətiririk. Onda belə çıxır ki, sadəcə buynuz qışası qalın olanlar deyil. Dediniz, yəni qüsurlara görə forma verməklə hər bir oftalmoloji əməliyyatları icra etmək, eyniyyatma əməliyyatları mümkündür. Astigmatlarda da biz onlara fərqli bir forma veririk. Bu xüsusi nomoqramlara olaraq icra olunur və buynuz qışağını anatomik olaraq fərqli bir struktura çeviririk, yonturuq. Elə bil ki, necə almaz danışını yontub brilyanta gətiririk. Biz də buynuz qışağımızı yontub, kəlakötür və düzənsiz haldan onu düzgün hala, optik mükəmməl hala gətiririk. Torlu qışanın lazım olmayan yerində fokuslanır. Bəli. Önündə və yaxud arxasında fokuslanır. Bu hər hansı bir fəsad verirmi eyniyyatma əməliyyatını uzatdığımız halda? Bəli, yəni əgər bir uşaqda mənfi nömrə varsa və bu uşaq eynək taxmır, kontakt linza taxmır və qıyaraq gözünü gəzib baxır, zamanla bunda xarici kəpgözlük yaranacaq. Və yaxud tam tərsi, müsbət nömrəsi varsa və bu eynək taxmır, eynəksiz həyatını icra edir, telefonuna baxır, kitabını oxuyursa, zaman içində içə kəplik yaranacaq. Yox, əgər eynək taxırsa bir fəsad yaşanmaz. Amma bu insanlar niyə eynəkdən qurtulma əməliyyatına gəlirlər? Eynəyi mənim kimi mənimsədiyi insanlar əməliyyata gəlməz. Hansı ki, imtina edir eynəyi taxmaqdan. Eynəksiz gəzib, amma bulanıq görür, həyatında diskomfort yaşayır, bunlar gəlir. Əgər bunlar əməliyyata gəlməsə və həyatını eynəksiz davam etdirsə, əlbəttə fəsadlar olacaq. Elementar baş ağrısı, ürək bulantısı, oxuyarkən sətirlərin qarışması və ən betəri də ki, çəplikdir. Bunlarda çəplik yarana bilir. Doktor, əlbəttə refraktiv qüsurlar olur. Mütləqdir ki, bu müayinə sırasında aşkarlanır. Hər hansı bir xəstəlik fonunda bu qüsurların getdikcə inkişafı və buna bağlı optik o şüşələrin dəyişimi, deyək ki, gəldik, əməliyyat elədik. Burada hər hansı bir fəsad yarana bilərmi? Əməliyyat nəticəsiz qala bilərmi? Çünki xəstəlik öz sözünü getdikcə zamanla deyirsiniz, oftalmoloq olaraq gözə müdaxilə edirsiniz. Bəs digər xəstəliklər? Burada məqam nədən ibarətdir? Biz deyirik ki, biz mənfi nömrələri silirik və bu ömürlük qalıcı bir nəticədir. Amma hər zaman bunu vurğuluyuruq ki, sildiyimiz nömrələrin 20% qədər geri qayıtma ehtimalı var. Bu 300, 200, 300 min insanda birdir. Misal üçün, biz mənfi 5 sildik, illər içində 300 min insandan bir mənfi bir nömrə geri qayıda bilər. 20% qədər nömrə geri qayıda bilər. Amma bu normal bir geri qayıdışdır. Misal üçün, mənfi 5 nömrəsi var idi, eynəksiz 1% görürdü, əməliyyat oldu 100% gördü. İllər içində 0,75 mənfi bir geri qayıtdı. Bu heç vaxt yenə 1% görməyə düşməyəcək. 100%-dən 70-80-ə düşəcək görməsi illər içində ki, bu normaldır. Ki, bu hamıda yaşanmır. Bu 200-300 min insandan bir yaşanan bir hadisədir. Ötə yandan, əgər biz xəstəni əməliyyat qabağı doğru müayinə etməmişiksə, onda mirvarı suyu var idisə və mənfi nömrə mirvarı suyuna görə yaranmışdısa, əməliyyat sonrası mirvarı su inkişaf edir və indeks miyopi dediyimiz bir hal yaranır ki, mənfi nömrəsi artmağa davam edəcək və mənfi nömrə əməliyyatdan qabaqkin üstünə bilə çıxa bilər. Bu halda 3 silmişiksə, əməliyyat sonrası 5-6 da ola bilər. Və yaxud biz pasiyenti doğru müayinə etmədik, buynuz qışasında ektaziya var idi. Ən çox ektaziya növünü keratokonus olaraq pasiyentlərimiz bilir. Bunda gizli keratokonus var idi və biz onu görmədik, aşkarlamadıq, mənfi nömrəsini sildik. Əməliyyat sonrası daha yüksək astigmat, daha yüksək mənfi nömrə ilə pasiyent qarşımıza çıxacaq.
və istənməyən nəticə olacaq. Burada incə məqamlar var, çox diqqətli müayinə olunmalıdır və mümkünsə, əgər ki, az da olsa bir pasiyentə şübhəmiz varsa, biz həkim olaraq əməliyyatdan imtina etmək lazımdır. Bəzən belə postlar qarşıma çıxır ki, biz Cahid həkimin yanına gəldik, sənə əməliyyat olmaz dedi, amma biz getdik, filan həkimdə əməliyyat oldu, 100% görürük, Cahid həkim heç nə bilmir. Yəni, bunlara belə bir məyusluq hissi ilə baxıram ki, elə bir şey mümkün deyil ki, biz olmaz demişik, amma əslində əməliyyat mümkündür. Onlar fərqində deyil ki, 2-3 il sonra onlarda ektaziya olacaq və əməliyyat öncəsi görmənin belə altına düşəcək görməsi. Dolayısıyla bir həkim sizə əməliyyat olmaz deyirsə, bir başqası olar deyirsə, 3, 4, 5, 10 həkimə getməkdə fayda var. Olmaz deyən həkimin həqiqətən də bilmədən olmaz dedi. Yoxsa ən çox bildiyi üçünmü o olmaz dedi. Yəni, bu məqamı doğru dəyərləndirmək lazımdır. Bir həkim olmaz dedi. Digər həkim mən edərəm deyib əməliyyatı aldı, sən də əməliyyat oldun, doğru deyil. Yəni, bu müvəqqəti nəticə ola bilər. İlərdə sürprizlərlə qarşılaşa bilərik. Dolayısıyla bu o qədər incə bir məqamdır ki, yenə də deyirəm, əməliyyata uyğun olmayan pasiyent aşkarladığımızda mən qəribə səslənəcək, amma sevinirəm ki, biz bunu gözdən qaçırtmadıq. Biz aşkarladıq və doğru məlumat verdik. Artıq qərar həkim pasiyentin özünə aiddir. Bəzən üzülür pasiyentlərimiz. Mən vurğuluyorum ki, mən özüm də eynəkdən qurtulmağı çox istəyirdim. İlk dəfə 30 yaşında əməliyyat düşündüm mən. Təsəvvür edirsə, o vaxta kimi vaxtım yox idi. Və müayinə etdiyimdə mən də məyus oldum ki, məyərsə mən də qurtula bilmirəmmişəm. Və burada başqa bir məqam var. Eynək taxan hər kəs mütləq eynəkdən qurtulacaq deyə bir qayda yoxdur. Bu çox fərdi bir şeydir, istəyə bağlı bir şeydir. Bəzi insanlar eynəyi ilə məmnundur, eynəyi ilə özünü eynəksiz düşünmür, təsəvvür etmir. Bəziləri isə tam tərsi, həyat tərzinə uyğun gəlmədiyi üçün qurtulmaq istəyir. Hər eynəyi taxan mütləq qurtulacaq deyə bir qayda yoxdur. Hər eynəkdən qurtulmaq istəyən də mütləq əməliyyata uyğundur deyə bir qayda yoxdur. Çünki informasiyanı bəsit şəkildə ötürürlər. İstəyirsən eynək tax, istəyirsən linza, əməliyyatı daha sonra eləyərsən. Əslində nə linza, nə eynək, üzr istəyirəm, görmə qüsurunu aradan qaldırılır. Məhz buna görə tələsərək yanlış əməliyyatlara gedənlər var. O da daha sonrasında fəsad verir. Amma Cahid Şahbazov, əgər əməliyyata göstərişi varsa, niyə eləməsin ki? Niyə etməyək ki? Uyğun olmayan pasiyentə sənə uyğun deyiləm deyirsə, deməli ki, burada illər sonra başqa fəsadlar yaşayacaqsınız, aylar sonra yaşayacaqsınız. Nə gözəl. Proqnoz verirsiniz. Və elementar, misal üçün, quru göz testi eləyirik, Şirmer testi, siz də bilirsiniz. Yəni, bu 10-15 millimetrin üstündə olmalıdır. 7-8-5 gördüyüm pasiyenti mən əməliyyata almıram. Qaldı ki, 2-3-ü belə alan insanlar var ki, bu ciddi quru gözdür. Bu pasiyent əməliyyat sonrası görməni unudacaq, quru göz batır, yanır, acışır. O öz quru göz problemini sizin əməliyyata bağlayacaq və əməliyyat sonrası onsuz da quru göz yaranır, daha da şiddətlənəcək və pasiyentin həyatı keyfiyyəti azalacaq. Bu pasiyenti sırf eynəkdən qurtaracam deyə əməliyyat etmək doğru deyil. Bunu yönəltmək lazımdır revmatoloqa, quru gözün səbəbini araşdırmaq lazımdır, quru gözü aylarca müalicə etmək lazımdır və mümkün olsa əməliyyat edərik. Mümkün deyilsə qalsın, yəni əməliyyat olmasın, eynək taxsın. İrəli zamanlarda, 40-lı yaşlardan sonra linza əməliyyatı edərik. Ekzemir əməliyyatı istisnasız hər kəsə uyğun bir əməliyyat deyil. Doğru adaylar seçilməlidir. Əgər ki, doğru aday seçdik, doğru kandidat seçdik, əməliyyat çox asandır, çox saniyələr içində icra olunur və bərpası çox tezdir. Dolayısıyla bu əməliyyatı yayğın tətbiq edilməsinin də səbəbi budur. Asan icra olunduğu üçün hər yerdə icra olunur. Amma ən önəmli məqam doğru xəstə pasiyent seçməkdir. Uyğun olmayan pasiyenti, uyğun olan pasiyentdən ayırt etməkdir və əməliyyatın kritik nöqtələrini fəsadsız icra etmək lazımdır. Çünki eynəkdən qurtulma əməliyyatlarının cərrahi fəsadları da geri dönüşümü olmayandır. Əməliyyat öncəsi doğru seçilməyən pasiyentlərin də fəsadı geri dönüşümü olmayan fəsadlardır. Dolayısıyla burada əməliyyatı uğurlu icra etməkdən, onu düşünməkdənsə uğursuz əməliyyatdan qaçınmalıyıq. Ən başda budur, yəni qayda. Onu da pasiyent əvvəlcədən bilməyəcək əlbəttə ki, doğru həkim seçimində yanılmamalıyıq. Məhz doğru ünvana və bu işdə peşəkar, baxın, xəstə sayına da diqqət yetirmək lazım. Nə qədər eyniyyatma əməliyyat eləmişsiniz? Çox, 100 minlərcə. 100 mindən? Bəli, 100 mindən çox. Təsəvvür eləyin ki, bu əməliyyatları demin ki, hamısı respublikadadır. Yox, respublikanın xaricindədir. Mən bu əməliyyatları 15-20 ilə yaxındır edirəm və hər həftə ən az 20, elə həftə olur 100 dənə edirik. Bəli, çox etmişik.
Yəni artıq mən düşünürəm ki, mənə bu yaxınlarda bir pasiyent peşəkar gəldi. həkim adını siz verməlisiniz, mən yox. Belə bir pasiyent gəldi bizə, öz bacısı da Rusiya Federasiyasında göz həkimidir və mən o qədər xoşbəxt oldum ki, o söz eşidərkən dedi ki, mənim il boyunca etdiyim əməliyyatı həkim ayda edir. Həm də sən mənim bacımsan, mən həyəcanlanacağam, qoy o etsin əməliyyatı bu. Çünki onun təcrübəsi çoxdur. O etsin, bir fəsad yaşansa da biləcəyik ki, yəni bu qaçınılmaz idi. Ki, fəsad yaşanmayacaq, onda gedin. Bacının əlində olmasın. Bəli, bacının əlində olmasın. O söz mənə yəni çox xoşuma gəldi ki, yəni mənim ildə etdiyimi onsuz da ayda edir. Çox təcrübəsi var, ged onun yanına. Həqiqətən də çox xəstə sayısı aşırı təcrübə tələb edir. Yəni siz düşünün ki, bir var siz əməliyyatı həftədə 5-ini edəsiniz, 3-ünü edəsiniz, bir də var 20-sini. O 20-nin üstündə o qədər biz əsirik ki, kartları hər dəfəsində açıb əməliyyat öncəsində baxırıq, əməliyyat müayinə günündə baxırıq, müayinə günündə bitirib əməliyyat günündə bir daha kartlara baxıram, əməliyyat sırasında bir daha baxıram ki, yəni gözümdən qaçan bir şey olmasın. Bütün göstəricilər tam yerində olsun. Bəzən əməliyyat qabağı ön hazırlıq var, bəzən tor qışada yırtıqlar olur əməliyyat qabağı, onu tikirik, lazerlə fotokoagulyasiya dediyimiz bir prosedur edirik. Bəzən quru gözü var, onu müalicə edirik. Bəzən yanaşı kirpik dibində iltihab var, onu müalicə edib sonra əməliyyata alırıq. O qədər çox məqam var ki, az öncə dedik ki, təhlükəsiz əməliyyatda əlbəttə peşəkar əlində müsbət nəticələnəcək. Bu yalnız buynuz qışa üzərində aparılan cərrah əməliyyatı. Dedik, buxarlanır və s. yeni bir forma veririk. Yenə də məqsəd nədir? Torlu qışaya, göz dibinə işıq düşsün deyə. Fokus yaransın. Fokus yaransın. Biz günəş eynəklərini niyə taxırıq? Bəli, günəş eynəyini gözümüzün ümumiyyətlə aşırı ultrabənövşəyi şüalardan qorumaq üçün taxırıq. Necə ki, dərimizə SPF faktorlu kremlər çəkirik ki, günəşin o mənfi tərəflərindən qoruyaq cildimizi, dərimizi. Günəş eynəyinin taxılması mütləqdir. Aşırı miqdarda ultrabənövşəyi şüa tez bir zamanda gözümüzü yaşlandırır. Görmə mərkəzində yaşa bağlı dəyişikliklərə və irəli yaşlarda 60-70 yaşından sonra qalıcı korluğa səbəb olan dəyişikliklərə gətirib çıxartır. Kataraktaya gətirib çıxartır. Bir çox quru göz kimi bir çox digər qıcıqlandırıcı amillərə gətirib çıxartır. İltihabi proseslərə gətirib çıxartır. Dolayısıyla əməliyyat olsaq da, olmasaq da, qışda da, yayda da biz özümüzü günəş işığından qorumalıyıq, gün eynəyi taxmalıyıq. Misal üçün, mənim kimi açıq göz rəngli insanlar istər-istəməz gün eynəyi taxır. Mən istəməsəm də mümkün deyil. Yəni, günəş işığı məni çox rahatsız edir. Gözümü qırpıram. Tünd göz rəngi olan insanlar günəş işığına qarşı biraz daha dayanıqlıdır, dirənclidir. Amma onlar istəməsə belə taxmalıdır günəş eynəyi. Çünki günəş eynəyi gün işığı, ultrabənövşəyi şüalar bizim bütün orqanlar, bütün dərimizi və gözümüzü də həmçinin daha tez yaşlanmağa gətirib çıxardır. Yenə də doktor, tam bilmək istədiyim o deyil. Yəni, burada biz çalışırıq ki, torlu qışaya işıq salaq. Digər tərəfdən işığın qarşısını alırıq. Başa düşdüm, zərəridir və s. Yəni, hər iki halda dedik ki, əməliyyat olmasa nə kimi fəsadlar ola bilər? Az öncə verdim o sualın cavabını aldım. Bu bizdə də heç bir problem olmadığı halda, gözlük taxdığımızda o işıqlara, belə deyəm, həsrət qalan torlu qışada hər hansı bir dəyişiklik yaranma ehtimalları ola bilərmi? Yox, biz yenə də fokuslanırıq. Hər şey öz rəngindən görmürük artıq, o hüceyrələrdə bir dəyişiklik. O kontrast duyarlılığımızı təsiri altına alan bir şeydir. Kontrast və rəng duyğumuzu dəyişdirir, özellikle kontrast duyarlılığımızı. Siz günəş eynəyə taxsaz belə görmə retina mərkəzində fokus yaranacaq. Əgər miyopsuzsa önündə, hipermetrop, yəni müsbət nömrə varsa arxada, emetrop, əla görən insansızsa, siz gün eynəyə taxaraq görmə faizinizi aşağı salmırsınız. Yenə də torquşaya toplanır. Amma siz orada süzürsünüz, ultrabənövşəyi şüaları süzərək, yenə də fokus yaranır. Günəş işığı, keyfiyyətli, doğru seçilmiş, çiziksiz günəş işığı, günəş eynəyi o fokusu bozmur. Demək ki, eynəklər keyfiyyətli olmalıdır. Bəli, keyfiyyətli olmalıdır. Refraktiv qüsurlara təkrar toxunmuş olsaq, doktor, nələri deyə bilərik? Çünki 40 yaşın üzərində də bəlli yaşda onları bir daha vurğulayaq. Müsbət 5-ə qədər, daha çox 4 yarımın üstündə silməməyə çalışırıq. Mənfi 9-un altında nömrələri silirik və 6 dioptri astigmatların altında nömrələri silirik. Bunun üstündəki hər bir dəyərlər üçün və 40 yaş üstü insanlar üçün ya linza əməliyyatı ya da ICL əməliyyatı tətbiq edirik. Misal
misal üçün otaqda eyni yaşda, eyni mənfi nömrəyə sahib iki insan düşünək. İkisinin də gözündə mənfi 6 nömrə var. Birinə ekzemir əməliyyatı təklif edirik, diğərinə ICL əməliyyatı. Nə üçün belədir? Yaşları da eyni. Tam gəlib 20'li yaşlarda, 21 yaşı var. Hər ikisində də mənfi 6'dır. Niyə tətbiq edirik? Birinin buynuz qışası hədsiz nazikdir. Misal üçün mənfi 6 nömrə silməyə gəlib. Buynuz qışası 470'dir. Buna silsək mənfi 1-2 nömrə silə bilərik. Amma silməliyik 6. O digərinin isə buynuz qışa qalınlığı 550 mikrondur. Rahat silə bilirik. Və yaxud pasiyent gəlib, hər ikisində buynuz qışası 550 mikrondur. Hər ikisində də mənfi 6 var. Amma birinin K dəyərləri, biz deyək bəya buynuz qışanın qırıcılıq gücü var. 44 dioptri olmalıdır. Birində 44'dür, birində isə 38'dir. O 38 olan insanın buynuz qışasını silə bilməyəcəyik biz. Orada məcbur 3 silə biləcəyik. Məcbur linza əməliyyatı etməliyik. Çox maraqlıdır. Ümumiyyətlə, gözümüzün əməliyyata uyğun olub-olmadığını, yaşımızı nəzərə alsaq da, hər hansı bir xəstəliyimiz olsa da, genetik bəzi meyillik və s. Yəni, bütün bunları nəzərə alaraq həkimin müayinəsi sırasında öyrənə bilərik. Doktor, mən təşəkkür etmək istəyirəm gəldiyinizə görə. Varmı sonda demək istədiyiniz? Bütün mövzular çox dərindir. Belə bir platform, belə bir veriliş təşkil etdiyiniz üçün və bizim akademik yöndən bilgilərimizi paylaşdığı üçün, var olduğunuz üçün təşəkkür edirəm. Mən təşəkkür edirəm gəldiyinizə görə. Çox sağ olun. Allah sizi qorusun. Sağ olun. Təşəkkür edirəm. Bir daha xatırladım. Uzman cərrah oftalmoloq Cahid Şahbazov studiyamızın həkim qonağı idi. Həkimlə əlaqə yaratmaq istəyənlər varsa, buyurun. Caspian International Hospitalda fəaliyyətini davam etdirir. Bir daha xatırlatmış olum. Tələbələrə hər iki göz müayinə daxil 1450 AZN dəyərində eynəyatma əməliyyatları çox endirim aksiyası da start verilib. Artıq uzun müddətlidir. Bu şad xəbərdə çatdırmış oldum. Əməliyyatlar icra olunur. Buyurun. Sadəcə müraciət etmək və tələbə biletini göstərmək şərti ilə. Biz inanacağıq sizə. Bunu radioda da deyirəm ki, biletinizi alın gəlin. Təşəkkür edirəm. Xoş oldu. Sağ olun.